Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün də hər zaman olduğu kimi studiyamızın qonağı var. Studiyamızın qonağı isə İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə xanım Orucovadır. Turanə xanım, xoş gəlmisiniz studiyamıza. Turanə xanım, sizin ictimai birlik yaratma fikri necə oldu, formalaşdı və o haqda da bizə məlumat verin ki, qısa müddət olmağına baxmayaraq çox böyük uğurlar əldə etmisiniz, tədbirlər keçirmisiniz. Buyurun, xoş gəlmisiniz bir daha. Buyurun. Çox sağ olun Türkan xanım. Özüm ilk öncə mədəniyyət sahəsində fəaliyyət göstərmişəm və dövlətimizin mədəniyyət və incəsənət sahəsində gördüyü işlərdən, ölkəmizin birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın incəsənət sahəsində həyata keçirdiyi layihələrdən biz stimul alaraq mədəniyyət sahəsində təşkilat yaratmağa qərara aldıq. Və bizim təşkilatımız sentyabrın 29-u 2025-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmışdır. Keçirdiyiniz tədbirlər barədə məlumat verərdiniz. Bayaq da qeyd etdiyimiz kimi qısa müddət olmağına baxmayaraq yetəri qədər yüksək səviyyədə tədbirlər təşkil etmisiniz. Bizim İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi olaraq yeni yaranmasına baxmayaraq biz artıq bir çox layihələr, tədbirlər həyata keçirmişik və biz təşkilatımızın nəzdində Zəfər Yurdu ansamblı yaratmışıq və Zəfər Yurdu ansamblı 60 nəfər heyətdən ibarətdir. Burada gənc, peşəkar musiqiçilər vardır və təşkilatımızın nəzdində Xəzri rəqs ansamblı da fəaliyyət göstərir və biz bir neçə tədbirlər həyata keçirmişik. Qısa müddət olmasına baxmayaraq biz dünya miqyaslı WUF 13-ün də iştirakçısı olduq. Təşkilat olaraq Səslərdə Şəhər 13 Memarlıq Ritmi adlı tədbiri həyata keçirdik və bu bizim üçün qürur verici bir hissdir oldu ki, biz bütün dünyanı bir araya gətirən yüksək səviyyəli bir tədbirdə təşkilat olaraq biz də orada iştirak etdik və bizim tədbirimiz 13 musiqi kompozisiyasından ibarət idi və bütün musiqi kompozisiyalarını yaradaraq gənclərin ifasında şəhər salmada təqdim olundu və bu həm yerli, həm xarici qonaqlar tərəfindən çox yaxşı qarşılandı, yüksək səviyyədə qarşılandı. Bu da bizim üçün qürur verici bir hiss yaratdı. Söz düşmüşkən, bayaq da adını çəkdiyiniz Xəzri rəqs ansamblının balaca fidanlarını görürük biz. Çox istərdik onların ifasında rəqsə baxaq, sonra söhbətimizi davam edək. Müzəffər ordumuz, səninlə fəxr edirik. Ali Baş Komandanımız, çox yaşa. Azərbaycan əskəri, çox sağ ol, çox yaşa. Əziz Şuşa, biz evimizə qayıtdıq.
Azerbaycan halkına yaşasın Azerbaycan! Hörmətli tamaşaçılar, hazırda aldığımız bir məlumatı da diqqətinizə çatdıraq. Füzulinin 4 kəndi və Cəbrailin isə 2 kəndi işğaldan azad edilib. Gözümüz aydın olsun. Füzuli bizim, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Ayrılar mı gönül candan? Azerbaycan, Azerbaycan. Hazırda Turanə xanım hansı layihələr həyata keçirirsiniz? Hazırki işləriniz nədən ibarət? Biz hal-hazırda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə regionlarda incəsənətin gənclər arasında təbliği layihəsinin icrasını artıq başlamışıq. Yaxın günlərdə biz regionlarımız Ağstafa, Tovuz, Qazax bölgələrini seçmişik və məqsədimiz bu layihəni icra etmək də odur ki, incəsənət gənclər arasında daha çox maraq doğursun və biz təşkilatımızın nəzdində yaratdığımız Zəfər Yurdu ansamblının istəyirik ki, bölgələrdə filiallarını yaradaq. Gənclər arasında incəsənətə daha çox maraq oyansın. Çünki incəsənət dedikdə yalnız biz burada musiqini nəzərdə tutmuruq. Çünki incəsənət gənclər arasında musiqiyə, səhnəyə, daha çox məsəl üçün qiraət sahəsində də, rəsm sahəsində peşəkar gənclər var və bizim də məqsədimiz odur ki, region bölgələrdə yaşayan gənclərin marağını incəsənətə daha da artırmaq. Həqiqətən hədəfləriniz çox yüksəkdir. Bu yolda sizə uğurlar arzulayırıq. Çox sağ olun. Turanə xanım, sizcə gənclərdə muğama maraq yetər qədərdirmi və bunun artırılması üçün nələr etmək lazımdır? Bu günləri biz də bu gənclərə dəstək olmaq üçün, muğam sahəsini yaşatmaq üçün ansamblımızda nə qədər peşəkar muğam üzrə təhsil alan gənclər vardır və bu gün bunların burada iştirak edirlər. Onlar vətənpərvərlik mövzusunda sizlərə xoş mahnılarını təqdim edəcəklər. Elə muğamdan, ifadan söz düşmüşkən istərdik muğam ifaçılarımızı, xanəndələrimizi dəvət edək, ifa etsinlər. Ondan sonra yenə də söhbətimizi davam etdirək. Beləliklə, xanəndə Sərhad Hümbətov, kamançada ifa edəcək Məmmədova Jalə, tarda isə Poladxan Baxşıyev. Senin eşkin beni getirip nice aşık olur bülbüllerine. Senin eşkin beni getirip nice aşık olur bülbüllerine. Hasret seçtim, seni sevdim, gönül verdim ben. Hasret seçtim, seni sevdim, gönül verdim ben. Belə bir gözələ, eşqini təzələ, şeylə qəzələ.
könül verdim ben şeirə qəzələ. Belə bir gözələ, eşqimi təzələ, şeirə qəzələ. Könül verdim ben şeirə qəzələ. Eğer benden ayrı gezip dolansan, beni öz eşkine divane koysan. Eğer benden ayrı gezip dolansan, beni öz eşkine divane koysan. Alaşaram, ot tutaram, ben yanarım, ben. Alışaram, ot tutaram, ben yanarım, ben biberim. Sensiz ben gülmerem, könlümü vermerem, hiç kəsə mən könlümü vermerem. Bunu da bilmerem, sensiz ben gülmerem, könlümü vermerem, hiç kəsə mən könlümü vermerem. Bunu da bilmerem, sensiz ben gülmerem, könlümü vermerem, hiç kəsə mən könlümü vermerem. Bayaq da qeyd etdiyimiz kimi hədəfləriniz inşallah ki, çox yüksəkdir. Gələcək əsas layihələriniz nədən ibarətdir? Bizim hal-hazırda böyük hədəfimiz deyək, işğaldan azad olmuş torpaqlarımızda konsert proqramları və festivallar həyata keçirməkdir və biz bu haqda düşünürük, layihələrimizi gələcəkdə istəyirik ki, Qarabağ bölgələrində həyata keçirdək. Çünki artıq orada biz qayıdış etmişik və biz orada milli musiqimizi, milli dəyərlərimizi qorumaq, yaşatmaq bir mədəniyyət təşkilatı olaraq mən onu özümə borc bilirəm. Bildiyimiz qədər əslən Qərbi Azərbaycanlısınız. Qərbi Azərbaycan mədəniyyətini yaşatmaq üçün tədbirlərinizdə musiqilərindənmi deyək və yaxud da ki, incəsənətin hansı bir qolundanmı deyək, istifadə olunur böyük ehtimalla. Bəli, mən əslən Qərbi Azərbaycanlıyam. Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonundan. Biz bu torpağın daşıyıcısı olaraq əlbəttə ki, biz musiqilərimizdə, milli musiqilərimizdə İrəvan musiqilərinə də üstünlük veririk. Bizim keçirdiyimiz tədbirlərdə bizim xanəndələrimiz İrəvan musiqilərindən istifadə edirlər ifalarında. Elə Qarabağdan söz düşmüşkən, Qarabağ mövzusunda ifa olunan musiqilər sizcə nə qədər gənclərə təsir bağışlayır? Mən düzü desəm, Qarabağ bölgəsində keçirilən tədbirlərə bizim gənc nəsil orada daha aktivdirlər. Məsəl daha böyük arzulayırlar ki, biz məsəl üçün təşkilat olaraq tədbirlərimizi, konsert proqramlarımızı həmin bölgələrdə keçirdək və bu da sevindirici bir haldır ki, bu günləri gənc nəsil öz məsəl üçün inkişafları üçün həmin bölgələrdə tədbirlər keçirməyə can atırlar. Mədəniyyətin inkişafında QHT-lərin rolu nə qədərdir? Qeyri-hökumət təşkilatları olaraq bizim nə qədər mədəniyyət təşkilatlarımız var. Onlar bizim milli mənəvi dəyərlərimizi qorunmaq istiqamətdə, dövlətçiliyimizin daha da yaşadılması istiqamətində öz böyük töhfələrini verirlər və biz də bu günləri təşkilat olaraq, mədəniyyət təşkilatı olaraq dövlətçiliyimizin, milli mənəvi dəyərlərimizin qorunması istiqamətində bir çox işlər görürük və görməyə də davam edirsiniz inşallah. Bəs Azərbaycandan belə deyək, vətəndən uzaqda tədbirlər keçirmisinizmi və yaxud da keçirmək planınız varmı? Nə tipdə tədbirlər olacaq, əgər istəyirsinizsə keçirtmək? Biz ölkədən kənar hal-hazırda tədbirlər həyata keçirməmişik. Qarabağ bölgəsində keçirmişik.
paytaxtda keçirmişik, regionlarımızda keçirmişik, amma ölkə xaricində hal-hazırda keçirməmişik, amma fəaliyyətimizin irəliki zamanlarda keçirməyi planlaşdırırıq. Həqiqətən Turanə xanım, sizin ictimai birliyiniz çox şaxəlidir, belə deyək, 60 nəfər ifaçı arasında həm rəqsə üstünlük vermisiniz, həm muğama, həm vokala. Elə vokaldan söz düşmüşkən, vokal ifaçımız da burdadır. Çox istəyərdik siz ətraflı məlumat verəsiniz, sonra mənim təqdimatımda keçək izləyicilərimiz vokal ifasını məmnuniyyətlə dinləsinlər. Türkan xanım, qeyd etdiyiniz kimi biz təşkilatın nəzdində Zəfər Yurdu ansamblı yaratmışıq. 60 nəfər heyətdən ibarətdir. Burada yalnız bizdə hal-hazırda musiqiçilərimiz içərisində həm xanəndələr, muğam üzrə, həm estrada janrında, həm vokalçılarımız vardır. Bu akademik vokal, milli vokal qarışıqdır. Bizdə saz ifaçılarımız da vardır və biz bu təşkilatın tərkibində yalnız musiqiçilər fəaliyyət göstərmir. Burada rəqs qrupu da yaratmışıq biz, rəqs qrupu da fəaliyyət göstərir və bizim gənc istedadlı rəsm sahəsində fəaliyyət göstərən gənclərimiz də vardır və biz VUF 13-də onlarla birgə biz tədbir həyata keçirdik həm musiqiçilərimizlə, həm gənc rəssamlarımızla, rəqs qrupumuzla və bu günləri bizim burada gənc və istedadlı vokalistimiz vardır. Və yeri gəlmişkən Türkan xanım, siz də bizimlə birgə orada yorulmadan fəaliyyət göstərdiniz, hər daim yanımızda oldunuz və buna görə biz də istərdik ki, sizə bu günləri VUF-da fəaliyyətinizə görə, iştirakınıza görə sizə təşəkkürnamə təqdim edək. Təşəkkür edirəm, minnətdaram. Mən bunu sevə-sevə inşallah ki, evimdə qoruyacağam. Minnətdaram. Çox sağ olun. Çox sağ olun. Həqiqətən zəhmətə verilən dəyər insan üçün çox önəmlidir. Belə, indi isə keçək elə söz düşmüşkən vokal ifasına izləyicilərimizə təqdim etmək istəyirəm. İndi isə çıxış edəcək akademik vokal ifaçısı, opera vokal ifaçısı Altun Süleymanov. Əsrlər gəldi keçdi, uçaltı xalqın səsi, işığa qaldı həsrət, qədim odlar ölkəsi. Əsrlər gəldi keçdi, uçaltı xalqın səsi, işığa qaldı həsrət, qədim odlar ölkəsi. Var ol qanadılan, ey Azərbaycan, var ol qəhrəman, mərd Azərbaycan. Var ol qanadılan, ey Azərbaycan, var ol qəhrəman, mərd Azərbaycan. Dünyanı gəzir bugün xalqımın zəfər səsi, parlayır günəş kimi, anam odlar ölkəsi. Dünyanı gəzir bugün xalqımın zəfər səsi, parlayır günəş kimi, anam odlar ölkəsi. Var ol qanadılan, ey
Hazırda bizim izləyicilərimiz arasında ola bilər ki, istər paytaxtda, istərsə də regionlarda gənclərimiz ola bilər ki, istedadlı gənclər olsun, sizin üzvünüz olmaq istəsin, sizinlə birgə çalışmaq istəsin. Bunun üçün nə etməlidirlər gənclərimiz? Bizim sosial şəbəkələrdə Instagram səhifəmiz, Facebook səhifəmiz aktivdir və biz həqiqətən də hal-hazırda Zəfər Yurdu ansamblında bölgələrdən də qrupumuzda uşaqlar vardır və fəaliyyət göstərirlər və bizim də hal-hazırda indi həyata keçirəcəyimiz icrasında olan layihəmiz də bu istiqamətdədir. Biz regionlarda incəsənət sahəsində fəaliyyət göstərən gənclərimizi dəstək olmaqdır və onların bu sahəyə daha da çox marağını artırırıq. Bizim təşkilatımızın üzvü olmağa çağırırıq, onları səsləyirik və biz hər zaman onlara mədəniyyət, incəsənət sahəsində dəstək olmağı özümüzə borc bilirik və hər zaman onları dəstəkləyəcəyik bu istiqamətdə. Gənclərinizin sırasında muğam ifaçıları mənə elə gəldi, daha çoxluq təşkil edir. Bu həqiqətən belədirmi və bunun bir anlamı varmı? Milli mənəvi dəyərlərimizin qorunması istiqamətində bəli, bizim gənclərimiz muğama daha çox üstünlük verirlər. Və bu da sevindirici haldır ki, bizim milli mənəvi dəyərlərimizi qorumaq istiqamətində bizim muğam, gənc istedadlı ifaçılarımız bu günləri çoxluq təşkil edirlər. Bu həqiqətən yaxşı bir haldır. Elə muğamdan söz düşmüşkən istərdim muğam ifaçımızı təqdim edim, ifasını dinləyək. Beləliklə xanəndə Sevda Əşrəfovanın ifasını dinləyəcəyik. Hiçbir söz olmaz, gözlerin yaman güzeldir. Üstüne hiçbir söz olmaz, gözlerin yaman güzeldir. Alıpdır ağlımı baştan, keçmək olmaz bu göz yaştan. Alıpdır ağlımı baştan, keçmək olmaz bu göz yaştan. Sen mən yaman sevirəm, ürəkdən canla sevirəm. Sen mən yaman sevirəm, ürəkdən canla sevirəm. Sənə gəl elə vəfayar, aşiqə etmə cəfayar. Mənə gəl elə vəfayar, aşiqə etmə cəfayar. Sənə də könül verərdim, sözümüz söz olmasaydı. Sənə heç könül verərdim, sözümüz söz olmasaydı. Alıpdır ağlımı başdan, keçmək olmaz bu göz qaşdan. Alıpdır ağlımı başdan, keçmək olmaz bu göz qaşdan. Sizi mən yaman sevirəm, ürəkdən canla sevirəm. Sən mən yaman sevirəm, ürəkdən canla sevirəm. Mənə gəl elə vəfayar, aşiqə etmə cəfayar. 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 Bu sayədə gənclərimizə hansı tövsiyəni verərdiniz Turanə xanım? Mən gənclərimizi incəsənət, mədəniyyət sahəsində istedadı olan, marağı olan gənclərimizi tövsiyə edirəm ki, milli mənəvi dəyərlərimizi qorumaq istiqamətində onlar bu sahəyə marağı varsa, maraqlarını daha da artırsınlar. Bu sahədə hansı sahəyə uyğun istedadları varsa, o istiqamətdə, o istedadlarının arxasıca getsinlər və bizim vətəndaş olaraq
gələcəyin gəncləri olaraq bizim dövlətçiliyimizi qorusunlar və vətənə sadiq gənc olsunlar. Bu istiqamətdə də istedadlı gənc olaraq ölkəmizə öz töhfələrini versinlər. Bir də mənə çox maraqlı qaldı. Bu gənclərlə bağlı, regionlarda istedadlı gənclərlə bağlı. O mütləq şəkildə belə deyək, musiqi təhsilləri olmalıdırmı, yoxsa istedadları kifayət edir? Yox, əslində biz qarşıdakı layihələrimizdə planlaşdırırıq ki, biz regionlarda ustad dərsləri həyata keçirdək, kurslar təşkil edək və bu kurslar nəticəsində musiqi təhsili olmayan gənclərə bu kurslar vasitəsilə biz seminarlar, təlimlər keçək, onlara sertifikat verək və bu sertifikat əsasında onlar öz peşələri istiqamətində hər hansı bir fəaliyyət görə bilsinlər. Bizim gələcək layihəmizdə və planlarımızda bu var. Çox gözəl təşəbbüsdür. Bu işdə sizə uğurlar arzulayırıq Turanə xanım. Sonda tamaşaçılarımıza demək istədikləriniz varsa buyurun. Bizi izləyən tamaşaçılar üçün bir daha öz minnətdarlığımızı bildiririk və gənclərimizi mədəniyyət, incəsənət sahəsində maraqlarının daha da artırılmasına, öz peşələrinin sahəsində fəaliyyətlərini davam etdirməklərini və uğur qazanmaqlarını arzulayırıq. Təşəkkür edirik Turanə xanım. Sonda studiyamıza dəvətimizi qəbul edib gəldiyiniz üçün və beləliklə verilişimiz yekunlaşır. Studiyamızın qonağı İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə xanım Orucova idi. Sağ olun, sağlıqla qalın.